Baxın, nə möhtəşəm bir şeydir. İnanılmazdır ki, bu qədər qısa zamanda nələr əldə etdik. Bu gün sizə evdə yalnız su və bir neçə kiçik zeytun budağı ilə zeytun ağaclarınızı çoxaltmağın çox sadə və sərfəli bir yolunu göstərəcəm. Bəli, düz eşitdiniz. Zeytun ağaclarını suda çoxaltmaq. Bu asan bir üsuldur. Bağçanı sevən, amma torpaq və ya istixana ilə əlləşmək istəməyənlər üçün idealdır. Əgər zeytun ağaclarını mənim kimi çox sevirsinizsə, bu video sizi valeh edəcək. İlk edəcəyimiz iş düzgün budağı seçməkdir. Bizə gənc, amma möhkəm budaqlar lazımdır. Yəni yarım taxta slamlar. Təxminən 15-20 sm uzunluğunda hissələr kəsirik, tərcihən sağlam və güclü bir zeytun ağacından. Kəsiyi məhz bir boğumun altından edirik, çünki koklər ən asan oradan çıxır. Və həmsə təmiz və iti qayçıdan istifadə etməyi unutmayın ki, bitkiyə zərər verməyəsiniz. Sonra slamin aşağı hissəsindəki yarpaqları təmizləyirik, yalnız yuxarıda bir neçə yarpaq saxlayırıq. Bu, bitkinin kok atarkən çox nəm itirməməsinə kömək edir. İndi isə çox təsirli bir ev usulu, aloe vera və dasin istifadə etmək. Hər iki ingredient təbiidir və kok atmaqda çox kömək edir. Aloe vera nəmləndirir və dezinfeksiya edir, darçın isə təbii göbələk əleyhinə vasitə kimi çıxış edir, göbələk və bakteriyaların yaranmasının qarşısını alır. Bunu etmək isə çox sadədir. Bir aloe vera yarpağı götürürük, onu acırıq və gelini birbaşa slamin kəsik hissəsinə sürtürük. Sonra həmin hissəni yaxşıca darçın tozuna batırırıq, tam orturuq. Beləliklə, aloe veranın nəmləndirici və dezinfeksiya edici təbii xüsusiyyətlərindən, həmçinin darçının kökləri qoruyan və təbii şəkildə boyumasını stimullaşdıran təsirindən faydalanırıq. Əvvəldən dediyimiz kimi, zeytun slamlarını kiçik su torbalarında edəcəyik ki, koklər içəridə boyusun. Çoxlu insanın bu usulu sınadığını və çox bəyəndiyini gördük, çünki həqiqətən də möhtəşəm işləyir və çox az yer tutur. Bunu etmək isə çox sondadır. Torbanı klorsuz, durulmuş su və ya butulka suyu ilə doldururuq. Slamı içinə qoyuruq və kəsik hissənin tamamilə suyun içində olduğuna əmin oluruq. Sonra torbanın ağzını bir rezin və ya ip ilə bağlayırıq ki, içəriyə kir düşməsin və su buxarlanmasın. Suyu təxminən hər 3 gündən bir dəyişmək vacibdir ki, təmiz qalsın və bakteriya yaranmasın. Üstəlik, torba şəffaf olduğuna görə hər gün yeni köklərin necə boyuduğunu görə bilirik. O bizi çox motivasiya edir, çünki bitkinin necə inkişaf etdiyini izləyə bilirik və evdə olan digər bitkilərlə də bu usulu sinamağa həvəsləndirir. Əgər istəsəz, bunu süsə stəkanda da edə bilərsiniz. Amma o halda caisin biraz ortun, məsələn kağız və ya yüngül bir qapaqla ki, içinə toz və ya həsərat düşməsin. Bundan sonra bizə yalnız səbir və davamlılıq lazımdır. Torbacıqları və ya stəkanları yaxşı istiq olan, amma birbaşa günəş olmayan bir yerə qoyuruq. Yavaş-yavaş ağ və incə köklərin necə əmala gəldiyini görəcəksiniz. Bu proses 8-10 həftə çəkə bilər, havadan asılı olaraq. Köklər artıq 3-4 santimetrə çatanda, stili boz və yaxşı drenajlı torpaq olan bir dibcəyə koçurmaq vaxtıdır. Koçurmadan sonraki ilk günlərdə zeytun ağacını yarım kölgədə saxlayın və orta dərəcədə su verin. Qısa müddət ərzində yeni yaşıl tumurcuqlar görəcəksiniz, bu da stilinizin yaxşı kok atdığının əlamətidir. Bu qədər sadə usulla evdə zeytun ağaclarınızı heç bir xərc çəkmədən yalnız əlinizdə olanlarla çoxalda bilərsiniz. Və bununla da bitirdik. Gördüyünüz kimi, bu zeytun ağaclarını suda addım-addım çoxaltmağın sadə, təbii və çox təsirli bir yoludur. Əgər bu usul xoşumuza gəldisə, paylaşmağınızı, bəyən düyməsinə basmağınızı və ya stilinizlə bağlı təcrübələrinizi səhvlərdə yazmağınızı çox istərdim. Mənimlə olduğunuz üçün çox sağ olun və növbəti videoda görüşərik.